Prime Cotton kənd təsərrüfatı sahəsində innovasiya, davamlı inkişaf və yüksək məhsuldarlığa əsaslanan fəaliyyət strategiyası ilə seçilən aparıcı şirkətlərdən biridir. Məqsədimiz tarladan son məhsula qədər bütün mərhələlərdə keyfiyyəti və səmərəliliyi təmin etməkdir. Bu yanaşmanın tərkib hissəsi olaraq yaradılmış təkrar emal müəssisəsi, iplik istehsalı zamanı yaranan pambıq tullantılarının yenidən emalını həyata keçirir. Mən Heydarov Əlövsət, Prime Cotton Sabirabad filialının emal və təkrar emal sexlərində mühəndis texnoloq vəzifəsində çalışıram. Prime Cotton nəzdində olan tekstil müəssisələrindən bizə gələn hallac və daraqlı tullantıları burada yenidən emal edirik. Mövcud olan istehsalat avadanlıqlarında tekstil müəssisələrindən bizə gətirilmiş hallac və daraq tipli tullantıları çırpır, təmizləyir və onu regenerasiya olmuş malıca çevirir. Seximiz yeni təmirdən çıxmış, elektrik panoları, istehsalat avadanlıqları yenilənmiş və bu da bizə daha səmərəli emal etməyə şərait yaratmışdır. Regenerasiya olunmuş mahluc öz növbəsində xam mal kimi tekstil müəssisələrinə geri göndərilir və ip əriciliyində istifadə olunur. Biz Prime Cotton olaraq tullantının çox hissəsini emala yenidən qaytarırıq və bu həm ekoloji cəhətdən, həm də istehsalatın davamlılığı deməkdir. Müəssisənin əsas məqsədi istehsal zamanı itkiləri azaltmaq, xam maldan maksimum səmərə ilə istifadə etmək və maya dəyərini aşağı salmaqdır. Tullantını resursa çevirən bu müəssisə Prime Cotton'ın çevik istehsal modelinin və ekoloji məsuliyyət daşıyan yanaşmasının bariz nümunəsidir. Bu müəssisə həm iqtisadi səmərəliliyi artırır, həm də gələcək nəsillər üçün təmiz və sağlam ətraf mühitin qorunmasına töhfə verir.